Mayın 14-ü Bakı şəhər salma həftəsi çərçivəsində qeyri-hökumət təşkilatlara Dövlət Dəstəyi Agentliyinin xətti ilə paytaxtda növbəti tədbir reallaşıb. Avtosferaz xəbər verir ki, Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya İctimai Birliyinin Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi ilə birgə müasir şəhər salmada piyada təhlükəsizliyi mövzusunda təşkil etdiyi fləşmob həyata keçirilib. Fləşmob dövlət qurumlarının və cəmiyyətin diqqətini piyada təhlükəsizliyinin təməlini təşkil edən əsas elementlərə, maneəsiz və rahat səkilərə, təhlükəsiz piyada keçidlərinə, küçə və yolların işıqlandırılmasına cəlb etmək məqsədi daşıyıb. Əsasən məktəblilərdən ibarət olan iştirakçılar insan yönümlü şəhərin ayrılmaz prinsipi olan piyada prioritetliyini vurğulayan şüarlar səsləndiriblər. Küçələrdə kəsinsiz və rahat səkilərin olması, təhlükəsiz piyada keçidlərinin təşkili, küçələrin hər yerdə işıqlandırılması piyada təhlükəsizliyinin təməlini təşkil edir. Küçə yol şəbəkəsində nizamlı və təhlükəsiz davranış belə yanaşmalarla təmin oluna bilər. Səksiz küçə həyat üçün təhlükə. Yolda təhlükəsiz davranışın ictimai dəbə çevrilməsi piyadalardan və sürücülərdən, yəni bütövlükdə cəmiyyətdən qarşılıqlı hörmətə əsaslanan məsuliyyətli və intizamlı davranış tələb edir. Lakin bu sahəyə, xüsusən də şəhər salma və yol nəqliyyat infrastrukturuna cavabdeh dövlət qurumları da belə nizamlı davranış üçün uyğun şəhər mühiti yaratmalıdırlar. Uşaqların səsləndirdiyi müvafiq qurumlara, piyada və sürücülərə ünvanlanan şüarlar bütövlükdə yol hərəkəti təhlükəsizliyinə yeni yanaşmalara təkan verəcək. İşıqlı yollar ömrü uzadar. Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Ərşad Hüseynovun fikrincə, müasir insan yönümlü şəhər ilk növbədə hər kəsi piyada hərəkət etməyə cəlb edən maneəsiz səkilər, təhlükəsiz piyada keçidləri və işıqlı küçələr deməkdir. Əgər bunlar təmin edilməyirsə, rahat mobillikdən və küçələrdə təhlükəsiz hərəkətdən söhbət gedə bilməz. Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elmədi Muradlı da hesab edir ki, yollarda təhlükəsiz davranışı ictimai dəbə çevirmək üçün insanların düşüncələrini dəyişən maarifləndirməyə ciddi ehtiyac var. Lakin xüsusən şəhərlərdə rahat və təhlükəsiz infrastruktur da olmalıdır ki, təbliğ edilənləri real həyatda icra etmək mümkün olsun. Keçiddən keç, təhlükəsiz həyatı seç.